Salamlar hər kəsə. Bugün sizinlə sinif 7 bölmə 6-nın ümumiləşdirici tapşırıqlarına birlikdə baxaq. Birinci sualdan başlayaq. Birinci sualda verilir. Birincidə deyilir, tərkib dəyişir. Tərkib dəyişirsə bu kimyəvi hadisədir. Tərkib dəyişmirsə bu fiziki hadisədir. İndi 1-2 qoyaq, başlayaq. Deməli, kağızın yanması. Kağızın yanması kimyəvidir. Tərkib dəyişir. 1-ə A. Buxarın kondensasiyası. Bu fiziki hadisəyə aiddir, tərkib dəyişmir, 2-yə B. Dondurmanın əriməsi. Dondurmanın əriməsi fiziki hadisəyə aiddir, tərkib dəyişmir, B, C. Yumurtanın bişməsi isə tərkib dəyişir, kimyəvi hadisəyə aiddir. Deməli, 1-ə A, D, 2-yə B, C uyğun olur. İndi isə baxaq ikinci sualımızda. İkinci sualda nə deyilir? Bizə model verilib, atomların modelləri verilib. A variantında deyilir, maddə molekulları hansı nisbətdə reaksiyaya daxil olur? Gəlin birinci maddələrlə tanış olaraq. Bax, yaşıl rəngdə olan azotdur. Azotdur və balaca olanlar isə, kürə şəkilli olanlar isə hidrogen atomudur. Bura baxırıq. Burada 2 dənə azot atomu birləşir. Deməli, N2 olur. N2-dən 1 dənədir. Deməli, bu 1-in nisbətində olasıdır. Hidrogenə görə baxırıq. 2 hidrogen atomu birləşir. 2 hidrogen atomu birləşdiyi üçün burada H2 olasıdır. H2 olur. H2, H2, H2. Deməli, 3 dənə H2 var. 3 molekul H2 birləşəsidir. 1-in 3-ün nisbətində birləşir. Və nə əmələ gəlir? Azot, ortada azot atomu var, digər tərəflərdə isə hidrogen atomu var. Deməli, amoniyak əmələ gəlir. NH3 əmələ gəlir. NH3-dən də burada 2 nisbətdə olasıdır. Deməli, burada baxdığımız zaman nəyi görürük? Görürük ki, 1 mol N2 H2 reaksiyaya daxil olur. 1 mol H2 və 3 mol, yanlış yazdım. 1 mol N2 reaksiyaya daxil olur. 3 mol H2 reaksiyaya daxil olur və 2 mol NH3 əmələ gəlir. Bu A hissəsi. İkinciyə baxaq. Reaksiya zamanı istiliyin ayrılması nəzərə alaraq onun söz tənliyini tərtib edin. Yazaq. Azot plus hidrogen əmələ gəlir amoniyak və bildiyimiz kimi birləşmə reaksiyasıdır. Birləşmə reaksiyaları isə eksotermik reaksiyalardır. Ona görə müsbət Q yazırıq. Azot plus hidrogen əmələ gəlir amoniyak plus müsbət Q. Deməli, bu A hissəsi, bu da B hissəsi aid olur. İndi C hissəsinə baxaq. Dəftərinizdə metan plus oksigen, karbon qazı və su reaksiyasının hissəcik modellərini çəkin. Bu zaman molekulların sayının düzgün olmasına diqqət yetirin. Bəli, metan plus O2 yazırıq. Əmələ gəlir karbon qazı, bir də su. Üzvü maddələr yanında karbon qazı və su əmələ gəlir. Bura 2 mol düşür. Deməli, 1-in 2-yə nisbətində daxil olur və 4 dənə hidrogen olduğu üçün burada 2 yazırıq. Deməli, 1-in 2-yə nisbətində daxil olur və reaksiya məhsullarımız karbon qazı və su olasıdır. Hissəcik modellərimizi isə bu şəkildə yaza bilərik. Baxın, burada necə? Karbonu qırmızı rəngdə göstərmişəm. Burada hidrogenləri isə bənövşəyi rəngdə. Karbon ətrafında 4 dənə hidrogen atomu, bu CH4-dür və 1 nisbətindədir. Oksigenləri isə yaşıl rəngdə göstərilib. Burada 2 dənə oksigen atomu birləşir, O2-ni əmələ gətirir və 2 moldur. 1-in 2-yə nisbətində. Digər karbon qazı əmələ gəlir. Karbon ətrafında 2 dənə oksigen atomu. Oksigen atomu yaşıl rəngdədir, karbon isə qırmızı rəngdədir. Əmələ gəlir 2 mol, burada da H2. Hidrogenimiz gördüyümüz kimi oksigen yaşıl rəngdədir, hidrogenlərimiz isə bənövşəyi rəngdə olasıdır. Bu da model şəklində hissəciyimiz. İndi
Üçüncü suala baxaq. Üçüncü sualda bizə reaksiyalar verilibdir və deyilir. A-da baxaq. Kimyəvi reaksiya əlamətləri müəyyən edin. Bəli, birinciyə baxaq. Birincidə nə müşahidə edirik? Birincidə qabarcıqların əmələ gəldiyini müşahidə edirik. Deməli, bu maddədə biri mayedir, biri isə bərk cisimdir. Maye bərk cisimdə reaksiya daxil olur və qaz qabarcıqları əmələ gəlir. Qazın əmələ gəlməsidir. Burada müəyyən ola bilər ki, karbon qazı da əmələ gələ bilər, H2 də əmələ gələ bilər. Artıq o reaksiyanın hansı maddələr daxil olmasından asılıdır. Deməli, birinci reaksiyamızda qaz qabarcıqları əmələ gəlir, qaz qabarcıqları. İkinci reaksiyamıza baxaq. İkinci reaksiyamızda sarı və şəffaf hal rəngdə olan mayelər qarışır və burada rəng dəyişməsi müşahidə olunur ki, sarıdan narıncı rəngə rəng dəyişməsi müşahidə olunur. Burada ikinci reaksiya əlaməti rəng dəyişməsi. Üçüncüyə baxırıq. İki şəffaf mayedir, reaksiya daxil olur və sarı rəngli köküntü əmələ gəlir. Sarı rəngli köküntü əmələ gəlir. Deməli, burada reaksiya əlaməti köküntünü görürük. Üçüncü reaksiyada, C variantında. İndi B-yə baxaq. Reaksiyanın digər əlamətləri hansıları nümunə göstərə bilərsiniz? Bəli, qaz var, rəng dəyişməsi var, köküntü var və əlavə olaraq biz nəyi də göstərə bilərik? Burada başqa istiliyin ayrılması və udulmasını göstərə bilərik. İstilik ayrılarkən, udularkən də reaksiya baş verir. Paslanmanı göstərə bilərik ki, bu da rəng dəyişməsinə aiddir. Qoxu, iyin gəlməsi də bu kimyəvi reaksiyanın əlamətlərinə aiddir. Dördüncü suala baxaq. Gündəlik həyatda rast gəldiyimiz aşağıdakı reaksiyalar hansı əlamətlər müşahidə olunur? Baxın, burada meyvənin çürüməsini görürük. Meyvənin çürüməsi, rəng dəyişməsi müşahidə edirik. Qoxu müşahidə edirik. Rəng dəyişməsi, dadın dəyişməsini də müşahidə edirik. İkinci də xəmirin şişməsidir. Burada xəmiri şişirdən karbon qazıdır, qabarcıqlar əmələ gəlibdir. Bu qoxusu olur müəyyən qədər, qoxusu olur. İkincidə isə rəng dəyişməsi müşahidə olunub, yenə rəngin dəyişməsini müşahidə edirik. Üçüncü reaksiyamızda da. Beşinci suala baxaq. Hadisələr fizik və kimyəvi hadisələr olmaqla ayırın, cavablarını əsaslandırın. Birincidən başlayaq. Əhəng məhlulunda karbon qazı keçirdikdə məhlul bulanır. Rəng dəyişməsi müşahidə olunur. Bu kimyəvidir. İkincidə, mis əşyanın səthi tədricən yaşıl örtüklə örtülür və paslanmaya aiddir. Kimyəvidir yenə. Rütubətin nəticəsində əmələ gəlir yaşıl rəngdə örtük. Şüşə parçası zərbənin təsirində xırdalanır. Bəli, xırdalanma isə fiziki hadisəyə aiddir. Deməli, A ilə B kimyəvidir, tərkib dəyişir. B-C-də isə fizikidir, tərkib dəyişmir. 6-cı suala baxırıq. 6-cı sualda kimyaçı aşağıdakı təcrübələri aparır. Bəli, maqnezium lent yanır və maqnezium oksid əmələ gəlir. Bəli, maqnezium oksidində reaksiya daxil olur. Maqnezium oksid əmələ gəlir, istilik əmələ gəlir. Bu reaksiyanın söz tənliyini yazmağımız bu şəkildir. Maqnezium plus oksigen əmələ gələsidir maqnezium oksid. Reaksiyanı da yazmışam bura. İşıq və istilik əmələ gəlir bu reaksiyada. Maqneziumun oksigenin reaksiyasına. İkinci reaksiyamıza baxırıq. Kalium xromatın üzərinə sulfat turşusu əlavə etdikdə kalium bixromat əmələ gəlir, kalium sulfat əmələ gəlir və su əmələ gəlir. Gördüyümüz kimi sarı rəngdən rəng dəyişir, narıncı rəngə alır. Kalium xromat ikinci reaksiyadır. Kalium xromat sulfat turşusuna reaksiya daxil olur. Kalium bixromat əmələ gəlir. Kalium bixromat əmələ gəlir və kalium sulfat əmələ gəlir, bir də su əmələ gəlir. Söz tənliyini də bu şəkildə yazmaq mümkündür. İndi C variantına baxırıq. Natrium sulfat məhluluna barium xlorid məhlulu əlavə edildikdə natrium xlorid və barium sulfat əmələ gəlir. Natrium sulfatın üzərinə barium xlorid əlavə edilir. Natrium xlorid və barium sulfat əmələ gəlir. Burada ağ rəngdə olan hissə isə, baxın, bu hissə isə barium sulfat köküntüsüdür. Barium sulfat köküntü olasıdır.
Baxın, bu barium sulfat köküntüdür. Söz tənliyini də bu şəkildə yazmaq mümkündür, həmçinin reaksiyanı da. Amma bizdən də zaten söz tənliyi soruşulur. Reaksiyanı yazmayın. Testdə düşsə birdə. İkinci reaksiyada natrium karbonatının üzərinə xlor turşusu əlavə edildikdə natrium xlorid və karbon qazı və su alınır. Baxın, natrium karbonat xlorid turşusu ilə reaksiyaya daxil olur. Natrium xlorid və karbon qazı və su əmələ gəlir. Burada da qabarcıqları görürsünüz. Görünür, burada qaz qabarcıqları karbon qazını göstərir. Natrium karbonat, H xlor, natrium xlor, karbon qazı və su əmələ gəlir. Bunu da bu şəkildə skrin eləyə bilərsiniz ki, siz daha yadınızda saxlaya bilərsiniz. Baxın, bu da 6-cı sualın cavabı olasıdır. Bu model də ikinci. Metanın oksijendə yanmasıdır ki, bunu da skrin eləyib saxlaya bilərsiniz. Suallar bu qədərdir. İnşallah sizin üçün faydalı olmuşdur.